Maşının üstünə belə bir dənə kağız qoyub və yazıbdır ki, nə qədər Amerikada qayda, qanun var desək də, yazılmamış qaydalar da var. Gəlin onlardan biri ilə də sizi tanış edeyim. Boston şəhərində qar yağandan sonra parking məsələsi böyük problem olur. İnsanlar da parking üçün yeri qazırlar. Bu insanlara spot saver deyirlər və insanlar nə edirmiş? Əşyalarını həmin parking üçün təmizlədiyi yerə qoyurlar və 48 saat ərzində onlar üçün o yer parking spot olurmuş. Bu hadisələrdən biri də mənim başıma gəldi. Gəlin sizə danışım. Axşam vaxtı evə gəlirəm ki, maşını park eləyim, gedim yatım. Görürəm ki, kimsə öz oturacağını qoyub parkingə və parking yerini zəbt eləyib. Mən də təbii ki, götürürəm, qoyuram qırağa oturacağı və öz maşınımı orada park eləyirəm. Səhərsi gün gəlib görürəm ki, bəs bir məktub məni gözləyir. Maşının üstünə belə bir dənə kağız qoyub və yazıbdır ki, bəs mən buranı qazıb eləmişəm, yetim. Gəlib mənim yerimdə saxlama, mən axşam növbəsində işləyən tibb bacısıyam. Ümidvaram ki, öz istədiyinizi tapmışdınız. Yəni belə. Bir dənə səmimi bir mesaj qoyublar. Təbii ki, mən də heç nə vecə almadan sakitcə oturacağı qoydum qırağa, aradan çıxdım. Amma məsələ nəymiş? Bu adamlar Boston şəhərində bildiyimiz kimi parking hələ Brighton Alston tərəfdə parking biraz problemdir. İnsanlar qar yağan kimi özləri üçün, öz maşınları üçün parking yeri düzəldirlər. Mən də bilmədən gəlib maşını orada saxlamışam və sabah günü öyrəndim ki, bu adamlara spot saver deyirlər. Yəni öz boş yerlərini saxlayan adamlar qoyurlar şəxsi əşyalarını ki, cəmaət orada park eləməsin. Və bunu da dünən Boston Bələdiyyəsi bir qərar verdi ki, bundan sonra hər hansı küçədə əşya görsələr, onları zibil kimi dəyərləndirib, aparıb zibilliyə atacaqlar. Bu qədər sadə. Düşünürəm ki, bu da sizin üçün bir maraqlı informasiya oldu. Özünüzdən müğayət olun. Maşınımız da harada gəldi saxlamayın. Kanala abunə olub, videonu da like eləməyi unutmayın. Hələlik.